3 müxtəlif yolla bir misalın həlli. Deməli, necə olur bəs? Fx bərabərdir x kvadrat çıx 6x üstəgəl 4 minimum qiymətini tapın. Əvvəlcə ilk üsul olaraq tam kvadratı ayırma üsulundan istifadə edib. Bərabərdir x kvadrat çıx 2 vur 3x üstəgəl 3'ün kvadratı çıx 3'ün kvadratı üstəgəl 4. Bu hissə bizə nə verəcək? X çıxılsın 3'ün bağlanmış kvadratı. Çıx 9 üstəgəl 4. X çıx 3'ün kvadratı çıx 5. Bizdən minimum qiymətini soruşurdu. Bilirik ki, istənilən ədədin kvadratının ən kiçik qiyməti 0'dır. 0 çıx 5 bərabərdir -5. İkinci üsul. Ən kiçik qiymətini, yəni minimumunu soruşanda n təpə nöqtəsi ilə tapırıq. Mənfi diskriminant böl 4a. Mənfi b kvadrat çıx 4ac böl 4a bərabərdir mənfi 36 çıxılsın 24 bölünsün 4. Bu isə bizə 16 çıxılsın 4. Bu isə bizə -5 cavabını verəcək. Üçüncü üsul və ən gözəli mənim favori üsulum törəməsini sıfıra bərabər etməklə aldığımız üsuldur. Çıx 6x üstəgəl 4 törəməsi sıfıra bərabər. 2x çıx 6 sabitin törəməsi 0 olduğu üçün 0 götürürük. X bərabərdir 3. Biz f3'ü tapırıq. 3'ün kvadratı çıx 6 vur 3 üstəgəl 4 bərabərdir -5. Bəs sizin üçün favori üsul hansı oldu?